Hər kəsə sağlam, sabahınız xeyir. Uşaqları məktəbə aparıb gələndə, конечно же, bazar stora girmişəm, soğan almışam. Bu təzə soğandır məncə. Pomidor almışam. Pomidor evdə var idi, amma yenə də aldım. Xoşuma gəlmişdi, belə istəyirdim. Pomidor pendir yeyim, gəlim, xiyar aldım. Уже все da, уже sezondur, pomidor, xiyar sezondur. Və indi belə sveje salat. En sevdiyim sveje salat. Kələm aldım, göyərti aldım. İstəyirəm həm də borş hazırlayım. Və məndə kriz başladı. Şokolad krizi. Aldım konfetləri, şokoladları. Bir də zavarkada aldım. Balaca evdə var idi bunu qarışdırmaq üçün. Sveje kartoşka bilirsiniz də dünən almışdım, qızartmışdım. Super kartoşka çıxmışdı. Yenə kartoşka aldım və подсолнечное масло. Siz bir bu havaya baxın. Hələ qəşəng yağış yağır ki, bilmirəm. Super bir gündür, xoşlayıram belə günlərdən. Hansı ki yağış yağır, amma soyuq deyil. Hələ yağış yağır ki, bərk yağır. İndi uşaqların da önce gitməliyəm, nötər gedəcəm. Elə bil ki, qar yağır. Yağış değil, qardır. Mokri sneg, soğuk qar. Görsəm mi, bilmirəm sizə nə tər göstərim bu yağış. Amma yağışdır. Mən уже burada borş üçün lazım olan hər şeyi hazırladım. İndi bunları kəsdim, hətta dörkadan keçirdim. Hər şeyi nə lazımdırsa elədim, hazırladım. İndi hazırlayıram borş. Nətər eləyirəm? Burada məndə həm kərəyağ, həm də biraz o birisi yağdan da almışdım. Hansı ki kastrolkada var. Soğan, bir də istiot, yaşıl, salonlu çeri istiot və kök. Onları birinci qızardıram. Qızardıqdan sonra biraz belə qızardıqdan sonra ora leç əlavə edirəm, leço. Və gözləyirəm ki, o da suyu buraxsın, yağ çıxsın. Və sonra da uşaq kələmdə atdım, kartoşkada atdım. Bu kartoşkanı onsuz da pöre kimi ezib yenə qatırıq və bu bulyondan da biraz əlavə eləyirəm. Əlavə eləyib gözləyirəm ki, kələm biraz belə turşucu olsun. Sonra da su da əlavə eləyib hazırlayıram. Mən borş belə hazırlayıram və super alınır. Həmişə çuğundurla göyərti ən sona. Məndə borş demək olar ki, hazırdır, qaynayıb və mən göyərti də atmışam. Çünki kələm biraz çox oldu. İstəyirəm ki, ölsün də, pişsin. Onsuz da dadıdır da bizə lazım olan. Kartoşka da pişdi və belə pöre kimi eləyib yenə atıram bulyona. Bizdə supda kartoşka uşaqlar o qədər də sevmirlər. Borş hazırdır. Şeyi də atmışam. Əlavə eləmişəm. Çuğundur və 10-15 dəqiqə yenə də qaynadaram. Все. Borş hazırdır. Mən də gedim uşaqların dalınca. Gedirəm oğluşumu məktəbdən almalıyam. Buranı da təmizləyiblər. Mən də lift gözləyirəm. Nəsə gəlmir. Hava da qəşəngdir. O yağışdan sonra bilmirəm, o yağış idi, kar idi, belə sulu qara da oxşayırdı. Gedirəm oğluşumu gətirməyə, amma hava yaxşıdır, soyuq deyil. Hava soyuq deyil. Xoşlayıram belə havanı, hansı ki yağışdan sonra təmiz olur. Oğluşumu gətirmişəm, götürürəm qızımı. Qızımı da götürüb fikirləşirik ki, bağa getməyə. Niyə? Çünki vaxtıdır da, biz orada, yayda orada oluruq, onsuz da. Gidək, baxaq orada nə var, nə yox. Həm də bizdə şeydə var idi, əkmişdi, hansı mandarinla limon. Onları da istəyirik böyük qablara əkməyə. Ona görə fikirləşirik ki, gedək parka. Hava da qəşəngdir. Yağışdan sonra vəbşə super havada belə təmiz. Oksigen çoxdur. Girdim ucuz bazara girdim. Buradan istəyirdim 4 qab alım, belə gül qabları. Onları aldım və
Nəsə yeni də orada görürəm. Bura gələndə oja hər şeyi unuturam, baxıram. Buradan almışam belə qabları. 1 manat 40 qəpik idi. Onlardan almışam. Bu avlar nəsə baha idi çox. Və orqanayzerlər görürəm, fikirləşirəm nə üçün lazım olar, mən lazım olar ya yox. Bu daskaları da çox xoşlayıram, amma qorxuram onsuz da belə çiziqlər qalır da, o qədər pul verib sonra onları atmaq da istəmirəm. Baxıram yenə də burada nə var, yeni çaşkalar var, yox. Buradan bilirsiniz də nə qədər çaşka almışam, hamı da yaxşı çıxıb. Və gəlmişəm bağa, tisbağaların yanıma. Məndə 2 tisbağa var. Biri oğlandı, biri qızdı. Bunlar уже keçən ildən qalıblar. Qışda da bizdə qalıblar buradan. İndi baxıram, bunlar уже spəçkadan çıxıblar, çoxdan çıxıblar. Bir neçə dəfə уже gəlmişəm, bunlar çıxıblar, amma indi çox belə oynayırlar. Əvvəllər belə gəzmirdilər. İndi deyəsən günəşi görüblər və gəzirlər burada özləri üçün. Və burada şey yeyirlər bu göyləri. Göy deyim də bilmirəm nədir. Bunları yeyirlər. Travu. Gəzirlər özləri üçün, oynayırlar burada. Xoşum gəlir bunlara baxıb bütün gün baxa bilərəm. Biz uşa başladıq. Bizdən bir neçə şey var idi bu şeydən. Bilmirəm nə tər deyim sizə. Yəni gül əkməyə zimlədən həm kənddən getirmişdik, həm burada da var idi. Belə qablara doldurmuşuq və başlayırıq əkməyə. Əkib sizə göstərərəm də o nədir. Dediyim kimi mandarinlə şeydir bizdə olan limon. Onları əkib belə balaca qablara əkmişdik. Onların toxumları əkmişdik. Biz hansı ki mandarin almışıq, onlardan toxum çıxmışdı. Onları elə baxmaq üçün əkmişdik, amma alındı. İndi baxaq da nə tər bir ağac olacaq burada. İstəyirik hələ burada da qalsınlar. 3'ü bizdə mandarindir, biri də bizdə limon. Limon vəbşə alada bilərdik, hansı ki limonlar var üstündə, amma yenə də özlərimiz də istədik ki, baxaq da nə eləyərik, nə çıxar bizdən. Belə əkdik. İndi suluyuruq. Qəşəngcə su da veririk. Və içirik çay. Çay içməyi çox xoşlayıram burada. Tabletka çıxartmışam. Məndə stul dəsti var həyat üçün. İnşallah hər şey sizə göstərərəm. Fikirləşirik ki, nə edərik. Gəlib burada həm təmizləməliyik buranı, həm hər şey. Burada görmüşəm. Kərddən kələ. Elə baxır ki, elə bil ki, boz verir. Baxın, nə tər baxır. Burada hər şeydən var. Nə istəyirsinizsə o var. Sadəcə olmasın, sıçan. Başqa hər şey ola bilər. Qorxum yoxdur. Bunlar da özləri üçün oynayırlar, qaçırlar o tərəf, bu tərəf. Elə xoşlayıram ki, bunları bilmirəm deyə. Amma tisbağanı çox belə bəyənirəm. Onları inanırsınız, əldən keçən il xiyar verirdim, su verirdim. Onları biz tapanda çöldə tapmışdıq. Susuz belə ölürdülər də, biz onları tapanda əldən onlara su vermişəm. Ona görə də onları çox istəyirəm. Burada bizdə arxada smarodina var, orada labatka üçün getmişdim. İstəyirəm bunları yığım, bunu. Fikirləşirik burada başlamalıyıq da biz təmizlik eləməyə, el gəzdirməyə. Çünki burada yaşamırıq deyə. Bir də buranın hava duzlu havadır. Biraz dənizin qırağıdır da. Nə qədər olsa da dənizin qırağıdır. Ona görə də belə duzlu hava olur, nəm olanda və hər yer xarab olur. İstər-istəməz hər yer xarab olur. Buranı yığıram bunu. Bunu yığıb təmizləyirəm.
Все, buranı qurtardım, yığdım. İndi istəyirəm gedim biraz ot da çıxardım. Burada belə şeylər var, hansı ki yapışır paltarlara. Onları da istəyirəm çıxardım. Bizə müşət olmasın. Və все də. Bundan sonra da gedək evə. Uşaqlar məktəbdən gəlməlidir. Bilmirəm evdəkilər nə edirlər. Все, buranı təmizlədim. Bu qədər çıxdı. Böyükləri belə uzun olanları çıxartdım. Burası qaldı. Buranı heç əldə vurmadım. Niyə? Çünki inşallah 5-ci gün gəlib burada həm təmizləyərəm, həm su da verərəm. Buranı da hər il biz ağartdırıq, amma yenə də dediyim kimi duzlu havada belə nəmişlik çox olur. Ona görə belə xarab olur. Oradakiləri koydum. Orada tezbağalar orada nəsə oynayırlar. Onların altında yatırlar, dururlar. Bu baseynin hər yeri uca təmizləyib, qəşəngcə yuyub kraskalamaq lazımdır. İnşallah 5-ci gün istəyirəm gələk. Çünki 3 gün olacaq. Uşaqlarda tətil, svobodna gəlib nəsə eləyə bilərik. Burada biz uca evə gedirik. Evə gələndə gördüm ki, uşaqlar həm dərs oxuyublar, həm özü üçün yemək yeyiblər. Burada mən uca gedəndə yuyub getmişdim, borş yemişdik. Biz bunları da belə koydum, getdim, dedim gələndə eləyərəm. Bura üçün yeni sifon almışam, hansı ki filtrlandır və belə bir vençik almışam balaca, 2 banka qatıq almışam gələndə, qonşunun mağazində qatıq olur həmişə, Hövsandan almışam. Bu işığı da yandırım, bu sifona baxım, mən xoşum gələr ya yox, istəyirəm onu taxım. 3 manatdan almışam, filtrlə birlikdə gəlir. Yoldaşım deyir, boş şeydir. Mən deyirəm, yox, boş şey deyil, filtrlə gəlib. Belə. Sağ olun, salamat qalın. İnşallah siz bəyənərsiniz. Sizdən like və kommentari həmişəki kimi gözləyirəm. Xoşum gəlir kimsə nəsə yazanda, like qoyanda, nəsə soruşanda xoşum gəlir. Sağ olun, salamat qalın. Buradan mən qurtarıram, bitirəm, gedirəm yatmağa, istirahət eləməyə. Конечно, bunu taxıram, görərsiniz bunu taxanda. Amma yenə də sağ olun.